bəli, qoy hesabatlılıq olsun. Ümumiyyətlə, dövlət orqanları gəlib cavab versinlər. Məsələn, elə olur ki, telefonu cavab vermirlər, məktublara düzgün formada cavab vermirlər. Elə olur ki, məktubu, nə bilim, orada bir nazirlikdə 10-cu, 15-ci adama imzalatdırıb göndərirlər. Bəzilərinə heç bəzən də cavab vermirlər. Düzdür, bizdə bütün bu məsələlərdə parlament sədri Sahibə xanımın çox ciddi təpkisi var. Çox ciddi yanaşması var ki, belə hallar olan zaman mütləq xəbər verin və xəbər verilib müraciət olunanda da parlament bununla bağlı həmin an tədbir görür. Amma indi biz hər dəfə gedib kimdənsə şikayət mi edək ki, cavab vermədi, ya məktuba düzgün cavab vermədi, həll eləmədi. İndi biz şikayət orqanı deyilik axı, biz şikayət qəbul edən orqanıq. İndi biz onu çevirə bilmərək, elə hər bir məsələ ilə bağlı biz parlamenti də bir şikayət orqanına çevirək. Bu həm də deputata yaraşmır. Deputatın özünün səlahiyyəti var, statusu var, gücü var, dirənişi var. Onu məmur anlamalıdır axı. Onu məmur anlamalıdır. Təəssüf ki, bəzi məmurlar onu anlamaq istəmirlər. Amma indi elə o hallar olur ki, indi məcburən artıq onunla bağlı bir təqdimat yazmalı olursan ki, o məmurla bağlı hər hansı bir tədbir görülsün və o da sonra özü bir çox belə mədəni formada artıq özü zəng edir, üzrxahlıq edir və cavab verməməsini və yaxud həll olunmamasını hansı absurd fikirlərindən əsaslandırmağa çalışır. Absurd fikirlərlə əsaslandırır, üzrxahlıq edir və məsələ bağlanır. Biz burada təbii ki, biz bir-birimizə düşmən deyilik ki, məsələ burada budur ki, bu dövlət orqanları bir yerdə işləyib insanların şikayətlərini müsbət yöndə həll etməlidir ki, şikayət azalsın, insanların sorğusu azalsın, insanlar razı qalsınlar. İnsanların razı qalması nə deməkdir? O həm də o nazirlikdən razı qalacaq, dövlətdən razı qalacaq, prezident administrasiyasından razı qalacaq, parlamentdən, hökumətdən razı qalacaq. Mənim şəxsən bütün bu məsələlərlə bağlı danışmağımın kökündə dayanan məsələ budur ki, birlikdə işləyək, heç kimə düşmənçilik etməsin, heç kimin ayağının altını qazmır. Biz burada bir-birimizə əslində kömək etməliyik. Məqsəd problemləri həll eləməkdir. Əhalinin rahatlığını və deyək ki, o narazı kütlənin də o narazılığı aradan qaldırmaq. Hökumətin də qarşısında duran vəzifə budur və hökumətin qarşısında cənab prezident tərəfindən qoyulan vəzifə də budur. Parlament də bunu qanunvericilik səviyyəsində özünün bir vəzifəsi sayır. O baxımdan bu məsələləri biz daha mədəni, gözəl, qarşılıqlı anlaşma şəraitində həll edə bilərik. Amma əfsuslar olsun ki, insan xarakteri müxtəlifdir. Amma mən istəməzdim ki, heç bir vəzifəli şəxs özünün evindəki xarakterini kabinetinə daşısın, parlamentə daşısın və yaxud qəbul etdiyi insanların üzərində tətbiq etsin. O xarakteri onun öz xarakteridir. Amma sənin xarakterin birinci növbədə xalqa, dövlətə, vəzifənə xidmət etməkdir. Əgər sənin tünd xarakterin varsa, sənin pis xarakterin varsa, başın nəyisə götürmürsə, işləmə onda. Çünki sən heç bir kəs, yəni bir sözlə, heç bir kəs özünün xarakterini kabinetinə, vəzifəsinə və parlamentə daşıya bilməz. Razi bəy, dediniz ki, baş nazir bu məsələlərə çox həssasdır, parlamentdə də hesabat verir, hətta bəzən özü də məsələlərə tənqidi yanaşır. Düşünürəm ki, bəlkə baş nazirə müraciət də bir faydalı ola bilər. Məsələn, siz bir müxalifət partiyasının rəhbəri, eyni zamanda Milli Məclisin deputatı kimi baş nazirə müraciət edə bilərsinizmi ki, həmin məmurlar ki, onlar Nazirlər Kabinetinə tabedirlər, onlar gəlib parlamentdə hesabat versinlər və cavab versinlər bu suallara. Bu məsələni, biz bu məsələnin növbəti məsələlərdə yenə də baxaram ki, hansı formada bunu demək olar. Mən bunu Milli Məclisdə artıq demişəm, sədrimizin də xəbəri var, dinlədi. Deputatlar da mən düşünürəm ki, yaxşı qarşıladılar. Çünki mənə olan o geri dönmələrdən bunu anladım. İndi əgər məsləhət olarsa, təbii ki, mən bu məsələni yenə də parlamentdə bir müzakirəsinə baxaram, mövqe necədir və yenə də bu məsələni qaldırmaq olar. Yenə də məqsəd bundan ibarətdir ki, işimizdə gözəl bir dönüş əmələ gəlsin, normal bir dönüş əmələ gəlsin. Amma mən baş nazirə bir çox məsələlər var. Onunla bağlı bir neçə müraciətim olacaq. Mən yazılı şəkildə müraciətlər edəcəm və sonra ola bilsin ki, onları ictimailəşdirə də bilərəm. Amma mən bəri başdan deyim ki, bu son zamanlar Bakıda yağan yağışlar nisbətində mənim çox narazı qaldığım məqamlar var. Boğuluram, danışmaq istəyirəm, amma danışa bilmirəm bir çox məsələləri, inanın ki. Çünki mən o suyun içində olan insanları gördüm və suyun içində qalan insanların taleyinə biganə yanaşan məmurlar gördüm.